Cəhənnəm mövzularında video və şəkillərdə od içində olan dağları, yerləri, səhnələri göstərmək nə dərəcədə doğrudur? Ümumən, alimlərin bu barədə görüşü biraz fərqlidir. Alimlərdən bəziləri buna müəyyən şərtlərlə, şəriətə müxalif olmayacaq hədd çərçivəsində düzəldilməsinə icazə versələr də, amma əksər alimlər deyir ki, orada ayələri, cəhənnəm ayələrini oxudub, cəhənnəmi vəsf eləmək, cənnət ayələrini oxudub, cənnəti vəsf eləmək, sonra sıratın üzərindən keçmək olsun, nə bilim, qəbirdən dirilmək olsun, ondan sonraki cəhənnəmdəki odun içində yanmaq vəsifləri olsun. Bunlar hamısı qeybi əməllər olduğuna görə, qeyb məsələləri olduğuna görə, yəni biz bunu bilmirik. Bu, ölümdən sonra baş verən hallardır. Bu, qeybdir bizim üçün. Sadəcə xəbər gəlib. Bunlar qeybi xəbərlər olduğuna görə bunu təsvir etmək, bunu bu cür göstərmək olmaz deyir. Deyək bunu Şeyx Hüseymin olsun, Şeyx Barrak olsun və digər alimlər, hətta deyirlər ki, Şeyx Hüseymin deyir ki, bizə çatan budur ki, bu haramdır belə şeylər təsvir etmək. Yəni, insanın hər hansısa bir cəhənnəm ayəsini qoyub, orada cəhənnəmin şəklini düzəltməsi olsun və yaxud da cəhənnəm videosunu düzəldib, orada od, insanların oda daxil olması, odda yanması və yaxud da ki, qəbirdə verilən qəbiri təsvir etməsi, qəbir sıxıntısını, qəbirdə verilən əzabı, cənnət və buna oxşar şeyləri təsvir etməsi o doğru deyildir. O doğru deyil. Hətta deyir ki, bu qeybi olan bir şey olduğuna görə, yəni belə şeyi, qeybi olan bir şey sanki aşkarda, həqiqəti bu mahiyyətdədir deyə insanlara göstərmək doğru deyil. Alimlərdən bir çoxu deyir ki, bunu etmək haramdır, qadağandır, olmaz belə şey etmək. Yine Allah belə doğru.